Ve rahmetullahi ve berekatuhu. Allah'ın selamı, rahmeti, bereketi üzerinize olsun. Allah'ım amin. Mevzumuza başlamadan önce önemli bir sual var idi. Ona bir cevap vermekle başlamak isteyelim. Şeyh Selman El-Gamidi rahmetullahi aleyh muasir alimlerdendir. Ona böyle bir sual soruşurlar ki Şeyh deyir, Allah subhanahu teala size afiyet versin. Allah sizi hayırla mükafatlandırsın. Bir kişinin deyir, yani böyle bir sualı var ki, bir kardeşimizin böyle bir sualı var. Deyir, kişi dostlar arasında gezir, sağa gelir, sola gelir, o dostun evine gelir, bu dostun evine gelir. Bazen konak çağırırlar. Böyle bir durumda deyir, onun zövcəsi de istəyir ki, onunla beraber gitsin. Deyir, filan dostun ile gelirsen ben ne yaparım sen? Sen git kardeşlerle söhbət elə. Ben de gedim, bacı ile söhbət edeyim. Sen de konak ol, ben de konak olum. İkimiz de konak olaq. Ve deyir, anam da istəyir. Aslında anam evdədir. Aslında anam da istəyir getməsin diye geçsin, problem yoktur məsələsin vesaire. Ve böyle bir durumda deyir, tabii ki ben onu aparıram atasına, anasına yani ziyaret eləməyə. Birinci dereceli olan qohumlarına aparıram ziyaret eləməyə. Və lakin dostlarımın evine aparmıram. Böyle bir durumda ne demek lazımdır? Deyir, aleykümselam ve rahmetullahi ve berekatuhu. Deyir, zövcənin haqlarından deyir ki, onu dostların evlerini gezdirmek. Yani bir zövcənin, bugün məncə kişilərindən çox xoşuna gələn bir cavabdır bu, xoşuna gələcək. Deyir, qadının o haqlarından deyir ki, o dostun evini, bu dostun evini gezsin. Yani sen gelirsen diye onu da özünden aparmak onun haklarından değil. Sen onu aparsan sadece bu senden bir hayırdır ve fazilettir. Sen ona olan bir lütfündür. Sen onu hak nedir onun? Öz atasına ve anasını ziyaret, ata anasını ziyaret eləməsidir. Ata anasının haricinde ziyaretin hiçbirisi vacip değil. Ne dostun, ne kardeşin hiçbirinin yanına zövcəni aparmak zövcənin haklarından değildir. Yani bugün kadınlar çok deyirlər, sen gelirsən, bəs mən niyə girib gəzməyim? Sen bugün o dostundasan, gelirsən kafanı atırsan, mən bütün günü evdeyim, bəs mən neyniyim? Deyir, ona cevap olarak deyir ki, Allah subhanahu teala deyir ki, وَقَرْنَ فِي بُيُوتُكُمْ evlerinizde qərar tutun. Allah subhanahu teala kadınların evde kalmasını onlar için daha hayırlı olmasıdır. Yani bazı bu internette, sosyal medyada danışılır, kadın çölə çıxıb gəzməlidir, havasını atmalıdır, stresini atmalıdır, yorğunluğunu atmalıdır. Yani sabahtan akşama kadar gəzməlidir vesaire. Bu tabii ki doğru bir düşünce değil. Ne kadar çölə çıxarsa, ne kadar gəzərsə evdəki o kadar da müəyyən huzur, müəyyən belə deyim ki, düzen daha çok pozulmağa səbəbdir yani. Bəzən ola bilər ki, bir insan səni bir yere qonaq çağırıblarsa, orada sən deyə bilərsən bəzi hallarda yaxın gördüyün insanlara ki, gedilən yerdə münasibdirsə, mən zövcəmi də çağırır, o da gəlsin. Eğer aileleri çağırırsansa gəlim. Arada Allah Resulü de bunu Ayşe radıyallahu anh'a elədiyinə dair rivayət var. Ama bunun haricinde
yəni qadını qoltuğa vurub, o qapı mənim, bu qapı sənin, o əxinin evi mənim, bu əxinin evi mənim. Axşam işdən evə gəlməmiş yazır ki, axşam bizim bacılarla bir yerə toplanacaq, Fatıma ablagilə gəl mənə apar. Gəlirsən gəl, gəlmirsən mən gedib atama deyəcəm və ya qardaşa deyim gəlsin zövcəsinlə məni aparsın. Sən gəlmirsənsə gəlmə, problem yoxdur. Qardaşa deyəcək, bacıya deyəcəm, bacı gəlib daha doğrusu zövcəsindən zaten oraya gedirik, yol üstüdür, məni aparsınlar. Yəni bu asıl etibarilə doğru olan bir davranış deyil yəni. Yəni bu haqq deyil, hüquq deyil. Yəni sənin icazə verməməyin evdə davaya, evdə söz-söhbətə səbəb olacaq bir məsələ olmalı deyil yəni. Ha, icazə verərsənsə, əlhəmdülillah. İndi sən biraz evdə qadının dırdırından rahatsızsansa, hə, icazə verəcəksən, məcbur. Çünki bilirsən ki, icazə verməsən, bir həftənin 8 gününü danışacaq ha. Bir həftənin 8 gününü. Yəni, sən mənə aparmadın, bəs nə eləməliyəm? Uşaqlar məni bezdirdi, sən getdin falan yerdə istirahət elədin, dincəldin, qardaşlarla danışdın, stresini attın. Axı, mən gedib gəzə bilmədim, mən evdəyəm, bütün günü sənin nə vecinədir? Hə, bax, burada o Azərbaycan bir məsələ var deyil. Bax, burada o kələmi deyir, ağlamaq tutur. Sənin nə vecinə sözü. Onda tabiri caizsə adam deyir ki, gəl ver uşağı mənə, al bu maşını və yaxud da ki, mən hansı işdə işləyirəmsə, gəl uşağı verək qaynanaya, anaya. Bizə gün mənim gördüyüm işi gəlsən gör. Gəl mənim elədiyim iffətini qoruyaraq, namusunu qoruyaraq, şərəfini qoruyaraq, gəl mənim elədiyim o bircə günlük işi buyur sən də gör. Evin, ailənin çöləyini sən qazan ay qadın. Evin kirasıdır, suyudur, qazıdır, elektriğidir, sənin geyimindir, keçimindir, mənim geyimim, keçimindir, uşağın geyimidir, keçimidir, sədəqamızdır, infaqımızdır, gələcəyə doğru olan problemi, uşağın Allah qoru xəstəliyinə dərdidir, dərmanıdır. Bütün bunların hamısı sorumlu sənə aiddir. Madəm mən gəzirəmsə, madəm mənlə eyni olmaq istəyirsənsə, bu yəni cahiliyə örfləndəndir. Yəni bu batının düşüncəsidir, batı əxlaqıdır, İslam əxlaqı deyil. Yəni Rasulullah sallallahu əleyhi və səlləmin zövcələrinə baxdığımız zamanda Hafsa radiyallahu anha Allah Rasulü ümumiyyətlə dünyasını dəyişəndən sonra onu sahabələrin çoxsu görmədiyi rivayət olunur. O qadın görülmədiyidir. Yəni bir çox Allah Rasulunun Ayşə anamız da yəni məcburi olmadıqca evindən belə çölə çıxmazlardı. Ən fazla gedəcəkləri yaxın yəni məscidə gedib gələrlərdi. Yəni bizim əlhamdülillah yəni bu gün indi durub biz insanın buradan durub Qubaya məscidə və ya Qubadan Bakıya məscidə parası döysən ki yəni. İndi təbii ki buradan başladım. Buna niyə belə başladım? Keçən oxuduğumuz ayətdə xatırlayırsınızsa, təbii ki xatırlayırsınızsa, Münafiqin surəsində ey iman edenler ya eyyühellezine amenu la tulhikum amvalukum ve la evladukum an zikrillah. Ey iman edenler, mallarınız ve evlatlarınız sizi Allah'a zikretmekten alıp koymasın. Mallarınız ve evlatlarınız sizi Allah'a zikretmekten alıp koymasın. Burada alıp koymasın yani şudur. Məna bu. Yani sen evladınla ilgilenme demir Allah Subhanahu teala. Uşağınla ilgilenme demir. Ailenle ilgilen ama onlar səni tamamen Allahın dinindən alıb uzaqlaşdırmasın. Yəni bütün ömrünü, vaxtını onlara verib, onların gələcəyi üçün hazırlaşma yəni. Onların rifahı üçün çalışma. Sən uşağı və bir qadını razı salmaq üçün yaradılmamısan. Yəni sən evlənəcəm, mən evlənim, zövcəmi razı salmaq üçün, uşağımı razı salmaq üçün, onların gələcək yatırımını həyata keçirmək üçün sən yaradılmamısan. Yəni sənin dünyadakı olan vəzifən bu deyil. Sənin vəzifən Allaha ibadət etməkdir. Sənin vəzifən Allaha qulluq etməkdir. Və sən bu vəzifəni də yerinə getirmək üçün bütün səbəblərə başvurmalısan. Yəni farz olan ibadətləri yerinə getirmək üçün vacibdir. Mə lə yetimmul vacibu illə bihi fəhuvəl vacibu. Vacibi tamamlayan hər bir əməl o vacibdir. Yəni sən belə deyim ki, Allah'ın əmr etdiyi bir vacibi yerinə getirdiyin zaman, əgər ona ulaşma o vacibi yerinə getirərkən ortada olan səbəblər var, o səbəblər səndə yoxdursa, o səbəbləri yerinə getirmən, o da sənin üzərində vacibdir. Yəni sən bunu gözləməklə ki,
O səbəblər Allah göydən indirsin. Səbəblər iki qismədir. Vadi səbəblər var, bir də kövni səbəblər vardır. Kövni səbəblər nədir? Məsələn, bir namazın iki səbəbi var. Namazı qılmamız üçün əsas etibarilə insanın özündə olan, bir də insanın özündə olmayan səbəblər var. İnsanın özündə olmayan səbəb nədir? Ki, bir namazın qılınması üçün, günorta namazının qılınması üçün namazın vaxtının girməsi, günəşin zeyni xəttinin ortaya gəlib çıxmasıdır. Doğru mu? O sənin əlindədirmi? Ramazan ayı sənin əlindədirmi? Yox, sənin əlində deyil. O ayın gəlməsi lazımdır. Peki Ramazan orucu və ya namazın vaxtı gəlincə sənin üzərinə düşən artıq nədir? Qalxıb, abdestin yoxsa abdest alacaqsan, quslun yoxsa qusul alacaqsan. Yəni abdest almağa getməyin, əlini suyun altına soxub və suyun altına girib, banyo edib, çinməyin, qusul alman sənə vacibdir. Yəni sən gözləmə, göydən sənin yerində durduğun zaman da sən qusul alasan və yaxud yerində dəstəmaz alasan və ya su yoxdursa, mənim cibimdə pul var, amma qapının elində su var. Mən pul almayayım ki, yox, sən cibindən pulu çıxardıb su alacaqsan, abdest alacaqsan. Sən suyu pulunu verəcəksən, su gələcək, ondan qusul alacaqsan yəni. Və yaxud da ki, məsələn, namazın şərtlərindən bir dənəsi nədir? Paltar geyinmiş. Doğru mu? Mənim cibimdə pulum var, amma mən əlbisə almıram. Deyirəm ki, Allah mənə göndərsin. Elə bir şey ola bilərmi? Bir qadının cibində pulu var, ailəsinin, zövcəsinin pulu var yəni. Məsələn, zövcə haqlarından bahsetdik ya. Zövcənin haqqıdır nədir? Öz zövcəsini, qadını neynəsin? Geyindirsin, keçindirsin. Yəni, bütün əlbisəsini, yaylıq və qışlığı kim almalıdır? Ər almalıdır yəni. İndi yaxşı belə götürək. Bir kişinin cibində pul varsa və bir qadının cibində pul varsa, deyə bilərmi ki, Allah mənə libası farz buyurub, mən niyə libas alıram? Allah köydən mənə 10 dollar göndərsin, ya bir paska dollar göndərsin, mən gedim özümə əlbisə alım, geyinim. Farz buyurmasaydı, mən niyə alıram? Mən niyə eləməliyəm? Bu, qardaşlar, ağla sığan bir məntiqdirmi bu? Yəni, bu demək ki, nədir? Sən pul xərclənməlisən, sən çalışmalısan əlbisə almaq üçün. Çalışmalısan abdest almaq üçün. Yəni, sənin bugün namaz qılmağa bir mescidin yoxdursa, sən mescid inşa etmək üçün çalışmalısan. Sənin bugün mədrəsən yoxdursa, sən mədrəsə inşa etmək üçün çalışmalısan. Sənin bugün alimin yoxdursa, sən alim inşa etmək üçün çalışmalısan. Sən bu üzərində vacibdir, çünki elm vacibdirsə, elmi tamamlayan o tələbələr, o alimlər, o mədrəsələr, o məktəblər də vacibdir. O məktəbi inşa etmək vacibdirsə, o məktəbdə müəllimi öyrətmək də, müəllimi eğitmək də, müəllimi yetişdirmək də sənə bir vacibdir. Gözəl bir müəllim yetişdirmək, tərbiyəli, əxlaqlı bir müəllim yetişdirmək də sənin üzərində vacibdir. Çünki mən lə yetimul vacibu illə bihi fəhuvəl vacibu. Vacibi bir şey tamamlayırsa, onu tamamlayan nədir? Vacibdir demək ki. Yəni, salih zövcə, salih evladın İslamda faydası budur ki, yəni onlar səni Allah'tan alıb qoymasın və sənin zövcən və sənin evladın necə olsun? İbrahim Aleyhisselamın zövcəsi olsun. İsmail Aleyhisselamın anası olsun. Doğru mu? Resulullah sallallahu aleyhi ve sellem yani onları bizə misal verərək bizim qurban kəsdiyimiz zamanda yani bunun şiarı kimdən gəlir? İbrahim Aleyhisselam'dan. Doğru mu? Sen evladından uzaklaşma. Ama sen evladını elə yetiştir ki onu Allah'a kurban verəndə İbrahim Aleyhisselam deyəndə ki ey oğlum mən yuxumda gördüm ki səni kəsirəm ha. Səni kəsirəm, Allah əmr eləyib ki, kəs. Bir gördü, iki gördü, üç gördü. Dedi, artıq üçüncüdə təsdiq olunur ki, mən səni boğazlamalıyım, mən səni qurban etməliyim Allaha. Allah səni qurban etməyimi istəyibdir. İbrahim Aleyhisselamın oğlu İsmail Aleyhisselam nə dedi? Ya əbəti, ey mənim atacanım. Ay kişi demədi, ay ata, ay kişi, nə danışırsan sən? Belə əlini qolunu salamır. Ya, ey atacan, ey atacan, sənə əmr olunanları yerinə getir. Sən məni inşallah səbr edənlərdən görərsən. İnşallah sənin əmrinə qarşı,
Yəni qarşı çıxmaram, yəni sənin istənilənə qarşı çıxmaram və mən sənə qarşı səbr edəcəm. Ey ata dedi, ya əbəti, kəs məni Allah yolunda qurban. İndi səni evladın bax belə məşğul etməlidir ki, sən evladın Allah əmri ilə evladın yan-yana gəlincə, evladın desin ki, ey ata, məni qurban ver Allaha, məni kəs, məni boğazla desin. Yoxsa sən demə, ey ata, birinci mənəm, birinci mənimlə ilgilən. Namaz, oruc, zekat, din, o pulu Allah yolunda orada bura sərf etməkdənsə birinci mənə sərf elə. Mənim yaxşı yaşamam lazım da ata. Bəs mənim gələcəyim var. Niyə pulu sağa sola səpirsən? Bəs mənim biraz gələcəyimə də yatır da. Halbuki oğul nə deyim mən də, ey ata, sən Allah'ın sənə əmr etdiyini yerinə yetir. Sən cimri olsan, münafiqlərdən olarsan. Çünki Quran-ı Kərimdə 6-7 ayətdə gəlir ki, münafiqlər bir-birlərinə cimri olmağı əmr edərlər. Və Allah subhanahu wa ta'ala biraz sonra görəcək ki, münafiqlikdən qurtulmanın əlaməti, yəni məsələn sən bilmək istəyirsən ki, mən münafiqəm yoxsa yox. Allah sənə bunu göstərəcək. Nə ilə göstərəcək? Ayət var, sən o ayəti əməl eləyirsənsə, içdən, səmimiyyətlə, demək ki, sən münafiq deyilsən. Əgər o ayəti əməl eləyib bilmirsənsə, eləyəndə sən sıxılırsansa, demək ki, səndə nifaq vardır. Ged özünü təmizlə. Və ikinci bu da, evlat ilə bərabər insanın zövcəsidir və insanın malıdır da. Yəni, mal səni Allah'tan alıp dil koymasın. Çünkü sen özünden öncekilere bak. Firavun malıyla övündü ama onu kurtarmadı. Nemrut malıyla, mülküyle övündü ama onu kurtarmadı. Haman malıyla övündü ama onları kurtarmadı. Yani kimseyi malı mülkü kurtarmadı. Bir misal verir. Süleyman'a kalmayan misal dünya kime kalacak ki? Kime kalacak? Hiç kime kalmadı. Giderken kim özünden ne yapardı? Hiçbir şey yaparmadı. Sen öyle bir zövcə yetiştir ki, evinden çölə çıxarkən, malını infak ederken, hayatını Allah'a vakf ederken, zövcən sənə desin ki, Allahu əmərəkə hədə, Allah'ın əmrini yerinə yetirmək üçün mü yola çıxırsan? Sən də sadəcə deyən, bəli, and içir, yalvarma, vallahi mən Allah üçün yola çıxıram. Belə yalvarma yox, bəli, mən Allah, o nə deməlidir? Çıx! Yolun mübarək olsun, Allah bizi heç vaxt yalnız bırakmaz. Necə Sara anamız radiyallahu anha dediği kimi ki, Allah bizi hiçbir zaman zayi etmez. Sen Allah'ın sana emrettiği şekilde yerine getir. Festa'bi ma'tumer. Allah sana neye emrettiyse onu yerine getir. Festaqim kema umirt. Allah senden nece istikamet üzerine olmanı istediyse o şekilde istikamet üzerinde ol. Bak, bizə belə bir zövcə lazımdır. Bizə belə bir evlat lazımdır ki, ay ata, məni kəs, məni qurban ver Allaha. Heç canımı sıxma, heç üzülmə. Ey atacan, sıxılma, Allahın əmrini yerinə yetir. Ey zövcəm, Allah yoluna çıx, məni fikirləşmə. Allah bizi zayi etməyəcəkdir. Bizə belə insanlar lazımdır. Biz yoksa Allah yoluna çıxanda, malımızdan Allah yolunda infak edəndə, nə olur? Bazı başka söylesin. Elə həmişə sən mi? Həmişə sən mi gedəcəksən? Həmişə sən mi verəcəksən? Elə həmişə sən mi birinci əl qaldıracaqsan? Bir başqaları deyirəsin. Biz də fikirləş. Bəs bizdə var axı. İşte bu nədir qardaş? Münafik sifətlərdir, münafik əlamətlərdir. İnsan bundan nədir? Uzaq durmalıdır. Və bu səbəbdən də bu günləri baxdığımız zamanda Türkiye'de dünənləri olaylar yaşandı. Hamımız çox şahidik. Doğru mu? 14 yaşındaki bir cavan oğlan, bir genç, atasının silahı, atası polis memuru, anası da məktəbdə müəllimə və məktəbdə nedir? Böyük bir cinayət törətdi. Onun üzərində adam öldü, ondan çox adam yaralandı. Bir dənə də öğretmen müəllimə dünyasını dəyişdi. Ata polis idi. Atanın polis olup tərbiyəli üst qədəmədə olması, yəni bütün cinayətkarlara qarşı mübarizə aparması öz evində cinayət edənə fayda vermədi. Yəni onu qurtara bilmədi. Baxın. Cinayət bürosunun məmuru, rəisi öz evindəkindən qafildir. Niyə? İş hırsı, dünya hırsı. Ana müəllimədir, yenə o da hırs, dünya hırsı, qazan tök arxaya. Amma uşağın
nə ilə məşğuldur? Bugün atalar, analar bununla məşğul deyil. Bir uşağın, bir qızın, bir oğlanın bugün ana telefonunu alıp, ata telefonunu alıp baxa bilmir. Bu en büyük problemdir. 15 yaşı da olsa, 16 yaşı da olsa, 17 yaşı da olsa sen oğlunun telefonunu alıp, kızının sen telefonunu alıp inceleyə bilmirsənsə də sənin atalığında, analığında eksiklik vardır. Güven başka şeydir, güven başka şeydir güvensən. Orası şeytan ocağıdır. Sen bakmalısan, yoxlanmalısan, nəzarət etilməlisən. Dostlar var, düşmanlar var. İzlediğine bakmalısan. Neye bakır? Benim oğlum gün ərzində telefonla nə ilə ilgilənir? Benim kızım nələrə bakır? Benim kızım kimlerle dostluq eləyir? Benim kızımın məktəbdəki dostları kimdir? Oturup durduğu oğlanlar kimdir? İnsan buna fikir verməlidir. Sen fikir verməyəcəksən bir də onu kaybedeceksin. Ve bu günləri özellikle de atasız böyüyen uşaqların aqibəti bu şekilde. Atasız böyüyen. Atasız böyüyen kızlar, oğlanlar maazallah yani küçələrdədirlər ve ümmət ona da sahip çıxa bilmir. Niye göre? Çünkü kardeş, ümmət qapıya çörək verməklə məşğuldur. Tərbiyə verməklə. Mən aparım onun qabağına. Üzr istəyirəm, çox üzr istəyirəm. Yani bir hayvan da, insan da hayvandır da. Yani bilirsiniz. İnsanın təbiri məntiqdə insan hayvandır, yaratıcı. Ama natik var, bir de natik olmayan. Biz natikik. Bir de at, diğer inəklər natik olmayan heyvan, yani danışmayandır. Onun qabağına sen aparıb çörəyi, südü koyduğun kimi insanın da qabağına çörəyi, südü koyup onu məşğuliyyətsiz bıraksan bu olmaz. Heyvanı bile qabağına südü koymaqla ve daha doğrusu qabağına otu koymaqla yani onun başını bırakır mısın? Onu zincirliysən sen, onu sen ipə bağlıysan, damında saxlayırsan heyvanı. Atı damında saxlayırsan. Sen töyək düzənin yumurta vermək üçün qabağına yem töhməklə yetmir. Onu damında saxlayırsan, setkalıysan, ona baxırsan, ona ilgilənirsən. Nə ilə bəslənir deyə ilgilənməlisən sən. Və sən də bu günləri evindəki olan evladınla ilgilənməlisən. Bu uşaq nəyə baxır? Neye bakır? Kimi izleyir? Kimi takip edir? Uşağın önderi kimdir? Kızın önderi kimdir? Kız özüne kimi rehber seçibdir? Kız özüne belə deyim ki, gələcəkcə hansı bir qadını formalaşdırması üçün, yəni onu baxır, onu izləyirsən, buna baxmalısan. Sən baxmasan, əlbəttə ki, o həmən 14 yaşında, 15 yaşındakı kimi, 12 kimdə olmasa başqa cür olacaqdır. Ve sen bu günleri onu ele vermemişten qabaq o özüne internette, Instagram'da yani sevgili tapacaktır. Facebook'ta sevgili tapacaktır. TikTok'ta özüne sevgili tapacaktır. Bu günleri bir insanın 50 tane Instagram'ın bir telefonun içinde mümkündür. Ananı atanı anlatmağına var ki. Özellikle de ana biraz dünyaya meyilli, biraz sosyal şebekeye meyilli ise, özellikle de ana biraz atayla anasında, bak atayla arasında bir sıkıntı varsa evlatlar zulüm görür. Ben həmişə boşanmada həmişə demişəm ki, en çok zulmü gören evlatlardır. Boşanmada en çok əziyyəti görən evlatlar görürlər. Çünkü niye? Ananın baş aşağıdır boşandığına göre, ata da uzaktan da məşğul ola bilmir, tam onunla ilgilənə bilmir. Və yaxud da ki, arada evdə dava varsa, problem varsa, uşaqla tam bir şəkildə ilgilənmə çox çətin olur. Və buna görə də qardaşlar, yəni bax bizim üzerimizdə düşən bu görevlər var. Allah Subhanahu Qur'an-ı Kərimdə buyurur: "Ya eyyuhellezine qu enfusakum ve ehlikum nara." Ey iman edenler, özünüzü ve ailenizi cehennem ateşinden koruyun. Özünüzü ve ailenizi cehennem ateşinden koruyun. O cehennem şeyi onun yaktığı daşlardır. Buna göre kardeşler, yani bu meselelere yani nezaret eləmək lazımdır. O demek diyor ki, evladımı, kızımı ağzını bağla koy içeri, yok. Demir ki, onları dünya ve sosyal medyadan tamamıyla məhrum et, yok. Sadece kontrol. Kontrol olmalıdır. Gözün üzerinde olmalıdır. Hatta ben biraz ileri gedim. Bazı insanlar, senin zövcənin bile üzr istəyirəm, gözün üzerinde olmalıdır ki, o neyle məşğuldur medyada? Onun bile gözün üzerinde olma, o sana diyebilmez. Sen neye bakırsan, sen onda gel, sen de mən de senin telefonuma bıçalıyor. Sen ona sana diyen yok, sen WhatsApp'ına gir. Bu olmaz. Sana diyen yok, sen Telegram'ına gir. Bu olmaz. Neye göre? Çünkü orada məhrəm olmayanlar var sana karşı. Müslümanların zövcələri var, kadınları var. Bu caiz değil yani. Sen neyi bilirsin? Ümumi olarak ilgilenmelisin. Bir evinde olanda bir ne izleyir, ne okuyor, ne öğrenir, neyi dinleyir, neyle bir öz imanını neyle artırır. Buna göre
Sen bunlarla meşgul olduğun zaman da seni ne malın, ne evladın, ne zövcen seni Allah'tan uzaklaştırmayacaktır. Aslında onlar seni Allah'a yönlendirecektir. Aslında onlar seni İslam'a yönlendirir. İbrahim Aleyhisselam oğlu İsmail kimi bir emir gelende, bir qadağa gelende, elinde bir imkanı olanda, bir sədəqə olanda daha eve mi yoksa Allah yolunda mı ki o iman edenler deyir ki onların vəsfi nedir? Özleri ehtiyat içerisinde olsa da Müslümanları, kardeşlerini özlerinden daha önde tuturlar. وَلَوْ كَانَ بِهِمْ خَسَاسًا Öz özel ihtiyaçları olsa bile kardeşlerini özünden ön planda tuturlar. Bunun için Allah SWT bundan sonraki ayette az önce dedi mi münafiklerden olmak istermişsense Allah deyir eğer onlardan olmak istermişsense de وَاَنْفِقُوا مِمَّا رَزَقْنَاكُمْ benim verdiğimden verin. İnfak edin diyor Allah SWT. Müslümanların hoşuna gelmeyen ayettir da bu. İnsanları esasen münafiklerin hiç sevmediği. Bu neye göre dedi Allah SWT? Orada Abdullah bin Übey ne dedi? La tunfiku inde men Rasulillah. Malınızı vermeyin kasıplara, fakirlere vermeyin, muhacirlere vermeyin. Koy onlara vermeyin, koy onlar dağılıp çıkıp geçsinler. Vermeyin, malınızı sağa sola sepmeyin. Koyun onlar dağılsınlar, koyun paramparça olsunlar. Ve göreceksiniz ki der sonra izzetli olanlar kimlerdir? Amma halbuki izzət malla mülklə ölçülmür. Xəzinəyi qalınca Allah dedi, yerin və görün xəzinəsi mənim əlimdədir. Yəni Allahın Rasulunu Allah yalnız mı bırakacaqdır? Allah bu dini tamamlayacaqdır. Müşriklər, kafirlər istəməsələr də. Amma sən bu dinin harasında olacaqsan? Sən bu dində körpü, necə bir körpü olacaqsan? Çox önəmlidir. Və ona görə Allah وَاَنْفِقُوا مِمَّا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ اَنْ يَأْتِيَ أَحَدَكُمُ الْمَوْتِ Ölüm sənə gəlmədən öncə Allah'ın dini için, Allah için infak elə deyir Allah SWT. İnfak elə, müminlər gördü ki, bəs yarın mən versəm, bəs mən neyniyəcəm? Allah dedi, yaxşı, yaxşı, biraz ver. Mənim verdiyimə birazını ver, hamısını vermə. Zaten sənin əlindəki mənimdir. İşte insan onu ne zaman kaybedir? Öz malına bakıp özünü ferasetli sandığı zamandır insan kaybedir. Ya ben ne kadar zeki bir adamım. Ben ne kadar ferasetliyim. Benim ne kadar ağlım var. Göreceksiniz ben özümü size ispat edeceğim. Yok. Göreceksiniz Allah zengindir. Rızık Allah'ın elindedir. Allah istediğini verir, istediğinden alır. Mal ve mülkü ve Allah'a nispet edenmeyen insan helak olmuştur. Ki sahabedir ki Allah yolunda çekip kılıçla öldürür, okla öldürür. Nedir? Allah Resulü'nün yanına geldiler, dediler ki ya Resulallah Allah Ebu Cehil öldürdü. Allah Ebu Cehil öldürdü ama halbuki 2 tane genç öldürmüştü onu. Allah ayet indirdi. Ve me rameyte iz rameyte attığın zamanda atan sen değildin. Atan Allah idi. Vurduğun zaman değil, vuran sen değildin, vuran Allah idi. Hatta bazı ayetlerde Saf suresinde sahabelerden bazılar ya eyyühellezine amenu lime tekulune ma la tef'alun bazı sahabeler var idi ki bazı kafirler var idi onlar ölürdü yanında gelip dediler ki biz onları öldürdük. Allah ayet dedi onu sen öldürmedin onu Allah öldürdü. Ki melekler öldürmüştü. Ki Cebrail aleyhisselam, ki Mikail aleyhisselam, ki İsrafil aleyhisselam yer üzerine orduyla inip onlar ordunun içinde öldürürdüler. Bunun için bak Allah subhanahu teala bir malı diye ki Allah'ta nedir? Mimme o şey ki biz onu size vermişiz. Bizim size verdiğimizden birazını ölüm size gelmeden kabak verin. Ha. Ama o ne zaman gelecek? Belli değil. Size. Ahadakum yani burada fail öne geçmiştir. Niye? Mef'ul daha doğrusu size. İşin önemi yani sen ey Müslüman ben okuyuram sen eşitsen ver ölüm sana gelmeden önce ver. Gelenden sonra faydası yok. Sonra der feyekul demek ki sonra Rabbi levle akhartani ila ecelin garib. Ya Rabbi ben ölürüm beni biraz geriye bırak. Ya Rabbi Allah sana söz veririm zekatımı tam vereceğim. Ya Rabbi infakımı vereceğim. Min qabla en ye'tiyekumul ölüm sana gelmeden önce ya Rabbi levle mene akhartani biraz bana imkan ver biraz bana mühlet ver. Ya Rabbi söz bütün istenenlerini yerine getireceğim. Feesaddaka bak ha Allah diyor. Feesaddaka çok sadaka vereceğim. Ve ekunu mines salihin ve ekunu mines salihin. Ben salihlerden olacağım. Ya Rabbi söz.
Bax, insan özü bilir ki, sədəqə vermək salihlərin əlamətidir. Sədəqə vermək, infaq eləmək müminin əlamətidir. Cimri münafiqliklərin əlamətidir. Və sən indi özünü tanıyırsan, indi özünü tanı, kimliyimi bilmək istəyən, bundan sonra mən həmişə bir insana qiymət vermişəm müsəlmanlara, yəni bu Darul İslam dövləti olmayan yerlərdə insanlara həmişə mallı infaqla dəyər vermişəm. Yəni bir insanın səmimiyyəti onunla görsənir. Mallı verməyən insan səmimi ola bilməz. Heç bir zaman ola bilməz. İstəyir gecə səhərə qədər ibadət eləsin, gündüzləri oruç tutsun, səmimi deyil. Mallı infaq eləməyən adam, Allah üçün yola çıxmayan, Allah üçün verməyən bir adam səmimi ola bilməz. Zaten münafiqlərin də münafiq olma səbəbi dünya malı idi. İbn Teymiyyə deyir ki, bəzən insan münafiq olur, o özünün xəbəri yoxdur. Deyir, ən pis münafiq olub özünün münafiqdən xəbər olmamasıdır. Bunun üçün deyir, özünü test eləməlidir. Allah onu onun yolunda, bax, Allah onu öz yolunda istifadə edir, yoxsa yox. Sən bugün kimin yolunda çox istifadə olursan? Arvadın mı? Oğlun mu? Kızın mı? Müdürün mü? Yoxsa Allah mı? Kimin yolunda daha çox istifadə olursan? Gününün çoxsu kimə üçün gedir? Gününün çoxsu kimin üçün gedirsə sən onun yolundasan. Bu basittir. Bunu anlamaq üçün oxumaq, riyaziyyat elmini oxumaq, fizikanı, kimyanı oxumağa ehtiyac yoxdur yəni. Necə ki, deləri bu günləri məsələn bir hüquqşünas olmaq üçün və ya nəsə olmaq üçün riyaziyyat elmini də bilmək lazımdır. Əslində bunun başqa səbəbləri var, yəni o nəyə görə bilinməlidir. Buna görə də bu şeyləri bilmək üçün alim olmağa ehtiyac yoxdur. Yəni bir dost üçün malına sınanır həmişə. Sadiqlə yalancı dostluğun malına sınanması var. Verib verməməsi var. Yəni insan bununla zaten sınanır. Buna görə də Allah Subhanahu taala deyir ki, yəni sən bunu deyəcəksən, fəyəqulu deyəcək ki, ya Rabbi, mənə möhlət ver, mən dünya həyatına qaydım, fəəsəddəqa çox sadaqa verim və salihlərdən olum, minəs salihin, mən salihlərdən olmağın yolunu sədəqə və infaq etməkdən keçdiyini bilir. Niyə? Çünki zaten mal Allahındır. Allah da cavab olaraq sonuncu cavabı verir. وَلَنْ يُؤَخِّرَ اللّٰهُ نَفْسًا اِذَا جَاءَ أَجَلُهَا. Vay. Əcəl gəldiyi zamanda o gecikməyəcək, mümkün deyil. Əcəl gəldiyi zamanda gələcək. Yəni şudur, yəni sən infaq edəsən deyə sənin Allah ömrünü uzatmayacaq. Sən yaxşı işlər görəsən deyə, yəni səndən ikincisi yoxdur deyə düşünmə. Həmişə insan onu nə düşünür? Mən əvəz olunmazam. Valla bütün qəbirdə yatanlar hamısı onu deyir. Mən ölsəm bilsən nə olacaq? Nə olacaq ki? Çürük edicisin. Heç nə olmayacaq valla. 3 gündən sonra ən sevdiyin oğlun, ən sevdiyin qızın, canım qızım dediyin 3 gün sonra, 5 gün sonra sən unudacaq. Və ondan sonra öz həyatına baxacaq. Evlidirsə, öz arvadı, öz ərinlə, uşaqlarını eləyəcək. Evli deyilsə, ayağına mənim deyəsən, yaşım çatır, mənə görəsən kimə ərə gedəcəm. Onu fikirləşəcək. Sən kimsən? Sən nəyi fikirləşəcək? Sənin yervə hesab verəsi deyil. Sənin yervə gedib qurban. Haçan gördünüz? Atası müsəlman olaraq ölənlər üçün iftar verən, haca gedən, ümrəyə gedən, yaxşı işlər görən. Ən son nə zaman gördünüz? Mən hələ xatırlamıyorum. Yəni ölmüş atasının borcunu verən bir nəfər tanıyıram. Başqa hələ mən qabağıma çıxmayıb ki, yəni öz atası üçün, öz yaxınları üçün müsəlmanlardan danışıram ki, yaxşı iş görməyə çalışır. O insan özü-özünə yaxşı görmür, atasını ardından görsün. Özü ümrəyə getmir imkanı olduğu halda, həccə getmir imkanı olduğu var da, sədəqəsini vermir, zəkatını doğru dürüst hesablamır imkanı olduğu halda, atasına sədəqə verəcək. Hana versin, verən döyük. Bunun üçün qardaşlar, yəni bunu biz dərk eləməliyik ki, əcəl gəldiyi zaman da gələcək, lakin sənə izin soruşmayacaq ki, ölmək istəyirsənmi? Nə fikrin var? Tövbə edirsən mi? Geriyə qayıdırsan mı? Yaxşı adam olacaqsan mı? Yox. O dünya həyatında deyil, səni türməyə atırlar ki, bir də cinayət işləmə. Təkrar sənin çölə çıxma, islah müəssəsəsi gedir adı türmələrin. İslah müəssəsəsi. Amma onu da deyim, türmələr insanı islah edir. Çox adamı islah edibdir. Çox adamları islah edir, çox adam yola gətirir. Həqiqətən insan islah olur. Çölə çıxanda insan islah olur yəni. Kimisi isə oranın sakinidir, o başqadır. Yəni ora üçün doğulmuşdur. Yəni orada yaşayır, həyatı onun oradadır. Çöldə onun yaşayışı yoxdur. Və Allah subhanahu xabirun bimə tə'melun. Allah etdiklərinizdən xəbərdardır. Yəni Allah sənin nə etdiyini görür, niyə infaq eləmirsən, niyə Allah üçün çalışmırsan, bunu bilir ha. Sən hacını, hocanı qandıra bilərsən, sən zahirdə müsəlmanları allada bilərsən,
Ama Allah'ı allada bilmezsen, sen 7 günün 24 saatinin içinde neyle meşgulsan Allah senden haberdardır. Bunun için kardeşler, bu ayetlerin hayatımızda doğru dürüst girip yaşanması için biz Allah'tan hakikaten de korkarak, ölümü göz önünde bulundurarak Allah Subhanahu Teala sadık müminler ve Müslümanla olmağa söz vermeliyiz. Yani bu ayetler bize söylendi. Bu ayeti ölenden sonra demeyin bir manası kalmayacak. Gelin ölmemişik, hayattayız. Allah bize mesela için tabiinlerin böylelerinden bir tanesi o Həccacı öldürdüğü tabiini kim hatırlıyor? Həccacın qabağına çıxır. Unuttum ben de. He. Said. Said bin. Neyse. Hatırlayalım şimdi. Unuttum. İnşallah. Onun güzel bir sözü var. Diyor ki qəbrə yaxınlaşır, qəbristanlığa yaxınlaşır. Diyor ki fərz et ki öldün. Ne istəyərsən? Sana bir mühlət verirsə. Sa'd bin Cübeyr. Sa'd bin Cübeyr. Sa'd bin Cübeyr deyir, fərz et ki öldün. Hazırsan mı? Hesaba, kitaba hazırsan mı? Baxır ki hiç hazır değil. Deyir, bəlkə nə istəyərsən? Geri qayıtmaq. Deyir, elə geridəsən. Dünyaya qayıtmaq. Deyir, dünyadasın, indi başla. Ha? Yok, o da zübeyir değil. Ki geri qayıtmaq istəyərsən. Yok kardeş, neyse bu isme takılmayın da boş verin gitsin. Sa'd bin Cübeyr'dir. Sa'd bin Cübeyr onun karşısına çıkır ve yani hakikaten de onun yanındaca elə boynu vurur yani Həccac. Yani burada nedir bak, qəbristanlığa gedir, onlara salam verir, onlarla söhbət edir, öz halını fikirləşir, deyir, mən buraya gələ bilmərəm. Və sonra deyir, yaxşı sen ne istəyərdiniz deyir Allah'tan. Deyir, bunlar nə istəyəcək? Dünyaya qayıdır, salih əməl eləməsini. Deyir, ey salih, sən dünyadasan da elə. Elə sən, bak bu günlərin, bak, indi bu fürsət bizə verilib. Elə bir ki, öldük, Allah bizi diriltdi. Hə? Öldük, kardeşler, dirildik. İndi başlayaq, Allah'ın istediği kimi yaşamaq, Allah'ın dilediği kimi yaşamaq. Allah bizdə necə müsəlman olmamızı istəyirsə, o şəkildə yaşamağı Allah'tan istəyək. Allah mənə də siz də bağışlasın. Allah'ım əmin. Elhamdülillah, sümme elhamdülillah, elhamdülillahi rabbil alemin ve salatu ve selamu ala Resulillahi ve ba'd. Allah SWT bizi hakkı bilimi ona en güzelliği tabi olan kullarından etsin. Allah SWT bizi bugün Münafiqin süresini bitirdik. İnşallah ki bunu hakkıyla eşidip emel eden yani kullarından etsin. Allah SWT bizleri hak bilim ona hakkın istediği şekilde yani Allah'ın istediği şekilde onu yaşamağa, yaşatmağa Rabbim nasip etsin. Allah SWT bizi münafiklerden, münafiklerin sıfatlarından Rabbim bizi uzaklaştırsın. Allahümme amin. Allah SWT bizlerden olan xəstələr varsa Rabbim onlara şifa versin. Borc olanlar varsa Rabbim onların borçlarını ödemesiz kolaylık göstersin. Allahümme amin. Ve ahir davana elhamdülillah rabbil alemin. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu.